Salam dostlar, mənim adım Samir. Siz Halal Arıçılıq kanalındasınız və bugün çox maraqlı və eyni zamanda mübahisəli bir mövzunu müzakirə edəcəyik. Bir arıçı neçə arı ailəsinə baxa bilər? Bəziləri deyir ki, 50-dən çox ailəyə tək başına baxmaq mümkün deyil. Digərləri isə 300-dən çox ailə saxlayır və heç bir çətinlik çəkmir. Bir çox arıçı düşünür ki, əsas məqsəd ailələrin sayı olmalıdır. Bəs bu həqiqətənmi ən vacib amildir? İndi isə bütün vacib məqamları nəzərdən keçirəcək və bu suala cavab tapmağa çalışacaq. Mövzuya keçməzdən öncə bunu da qeyd edim ki, növbəti videolarımız arıçılıqda nə qədər qazanc əldə etmək olar, real xərc və gəlirlər nə qədərdir, genişlənməyə dəyərmi, balın düzgün satmaların yolları hansılardır və digər vacib arıçılıq mövzuları haqqında olacaqdır. Kanalımıza abunə olun ki, heç bir faydalı məlumatı qaçırmayasınız. Və şərhlərdə hansı mövzular sizlərə daha maraqlı olduğunu da qeyd edə bilərsiniz. Birinci və ən vacib amil təcrübədir təbii ki və bizim formuldakı kimi, yəni ki, təcrübən yoxdursa, nə qədər çox vaxt itirərsən hər bir ailənin baxımına, o qədər az arıya baxa bilərsən. Deməli, arıçılar, bölək arıçıları 3 kateqoriyaya, başlayan arıçılar, sonra həvəskar arıçılar və peşəkar arıçılar. Başlayan arıçılar, yəni belə deyək, 1 ildən 3 ilə kimi arıçı bu kateqoriyada olur. 5, 10, 15, 20, 30 ailəyə kimi baxır. Ondan sonra deməli gəlir həvəskar arıçılıq. Yəni fərqləri nədir? Başlayan arıçı çox vaxt itirir nəyə görə? Arının başa düşmür, bilmir nə etmək lazımdır, necə etmək lazımdır. Nəsə problem olduqda, arının ailəsinə baxdıqda o problemləri görmür və s. və s. Həvəskar arıçı artıq bunları daha yaxşı bilir və belə deyim, 3 ildən 5 ilə kimi hesab edirik ki, həvəskar arıçıdır. Bir arıçı 50-100 arıya kimi baxa bilir. Yəni ki, həvəskar arıçı işini daha səmərəli qurur. Lakin əgər bir mexanizasiya, avtomatlaşdırma və avadanlıqlardan istifadə etməsə, o zaman daha az arıya baxa bilir əlbət ki. Yəni ki, o da bir amillərdən biridir. İndi birazdan onu da danışacağıq. İndi keçəksə peşəkar arıçılığa. Yəni, peşəkar arıçılar kimlərdir? Hesab edək ki, 7 ildən çox təcrübəsi olan, lakin elə insanlar da var ki, uşaqlıqdan, belə deyək ki, babası da, atası da məşğul olub arıçılıqla, bu da məşğul olub arıçılıqla, yəni uşaqlıqdan arıların içindədir. Lakin o adam da peşəkar olmaq üçün lazımdır ki, o, yəni ki, son, belə deyim də, texnologiyaların arxasınca getsin, öyrənsin, nələr çıxır, nə çıxmır. Misal üçün, babalarımız plastik yeşiklərdən istifadə etmirdi, bugün istifadə edirlər və s. Yəni ki, peşəkar arıçı kimdir? Peşəkar arıçı bilir, hər şeyə çox az vaxt sərf edir, arıya baxanda bilir vəziyyəti nədir. Yəni ki, minimum iş görür, maksimum effekti alır. Yəni, belə bir şey də var ki, yəni arıçı 10 il, 15 il, hətta 20 il, belə deyək ki, təcrübəsi ola bilər, lakin o həvəskar olaraq qala bilər. Var insanlar indi nəsə oxuyur, bilir, edir, tam belə mükəmməl edə bilmir. Yəni ki, nəzəriyyəni öyrənmir, öyrənir, istifadə edə bilmir, başqa cür başa düşür və s. Yəni ki,
nəsə alınmır və elə həvəskar olaraq qalır, yəni peşəkar səviyyəsinə gəlib çıxa bilmir. Əslində belə deyək də, yəni elə insanlar çoxdur, yəni həddindən artıq çoxdur, istəyir baxmaq arıya, nəzəriyyəni öyrənmir. Ya pulu çatmır, ya nəsə, ya istəyir çox arıya baxsın, lakin lazımdır az arıya baxmaq, çox bal almaq və s. Yəni ki, burada başa düşürük ki, əsas staj deyil. Yəni ki, əsas odur ki, düzgün yanaşmaq, addım-addım düzgün getmək, peşəkarlıq, yəni peşəkar olmağa çatmaq peşəkarlığa. Gəlin indi növbəti amili araşdıraq. Yəni ki, bu amil nədir? Yəni arıxananın idarə etmə sistemi. Yəni arıxananın idarə etmə sistemi dedikdə nəyi nəzərə tuturuq? Yəni 3 idarə etmə sistemi var. Onları araşdırarıq. Stasionar, yəni ki, arılar bir yerdə stabil olaraq qalır. Köçəri arıçılıq və minimal müdaxilə. Minimal müdaxilə, bunları indi hamısının üzərindən keçərik, ətraflı danışarıq. Yəni ki, bunlar nədir? Yəni stasionar əslində ən asan variantdır. Yəni ki, bilirsiniz də, yəni kimdə var, ya hər halda hamı tanışdı bu işlə. Hətta ilk başlayanda stasionardan başlayırlar, ən asandır deyənə. Köçəri arıxana, belə deyək, daha çox bal verir, lakin daha da çox iş var orada. Minimal müdaxilə də, yəni bu nə deməkdir belə qısa olaraq, çox ailə saxlaya bilirsiniz. Lakin çox yüksək təcrübə tələb edir bu iş. Yəni siz arıya baxan kimi bilməlisiniz ki, bu arı nə istəyir sizdən, belə deyək. İndi birinci başlayaq, yəni ki, stasionardan və baxaq. Bir də yadıma düşmüşkən, yəni bu minimal müdaxilə sistemi sizə həm, belə deyim də, həm stasionar istifadə edə bilirsiniz, onu həm köçərdə istifadə edə bilirsiniz. Yəni onun üçün fərq yoxdur. Yəni orada əsas yüksək təcrübə, yəni çox yüksək təcrübə. Gəlin bu üsulları bir-bir ətraflı baxaq, yəni fərqləri nədədir və baxaq görək neçə arı ailəsi saxlamaq olur hər üsulda. Yəni birinci stasionar, bu sabitlik deməkdir, rahatçılıq deməkdir. Bağınızda tutaq ki, 50 dənə yeşik var, bilirsiniz hardadır, nədir, daim eyni stabil işlərdir, hər il eyni bir şeydir. Yəni o bağda, meşədə, ya hardasa çiçək sahələrində, hardasa yerləşir və heç bir yerə daşınmır. Deməli, onun üstünlüklərini və mənfilərini danışaq, yəni ki, müsbət nədir, mənfi nədir? Yəni, müsbəti odur ki, yeşik daşınmır, yəni ki, bu iş artıq yoxdur. Deməli, ikinci nədir bizdə? Qaydalı iş rejimi, yəni sabit iş rejimi. Siz qabaqcadan planlaya bilirsiniz hər bir şeyi və işinizi qura bilirsiniz. Hətta bütün ilə qura bilirsiniz işinizi planlayıb. Üçüncü, yəni hər bir texnologiyadan istifadə etmək olar. Yəni çox korpuslu da, dadan da, belə deyim, langsrotda bir korpus, hər bir şeydən istifadə edə bilirsiniz. Hər bir avadanlıqdan rahat istifadə edə bilirsiniz. Çünki siz, misal üçün evinizdəsə, sizin arıxana daha rahat hər bir şey edirsiniz. Hər bir şərait var yanınızda. Mənfilər nədir? Yəni, əgər yaxınlıqda kifayət qədər çiçək yoxdursa, yəni ki, təbii ki, bal az olacaq. Yəni, yeri dəqiq seçmək lazımdır. Onun üçün də təcrübə lazımdır, əlbət ki. Və ya lazımdır arını yerinizə görə saxlamaq, yəni çiçəyinizə görə məhdudlaşırsın. Yəni ki, 20 yeşiyə baxa bilirsiniz, ondan artıq çoxaldanmırsınız, çünki çiçəklər yoxdur. Yəni, arıxana üçün düzgün yer seçilməlidir, təbii ki, və belə deyim, köçəri arıxanalarla rəqabət çətindir. Çünki adətən onlar daha çox bal yığırlar.
Yəni ki, siz 50 yeşiklə yığa bilərsiniz. Misal üçün də deyirəm, belə tutaq ki, 1 ton, onlar 50 yeşiklə 2 ton yığa bilər. Yəni ki, belə bir məsələ də var. Deməli, mexanizasiya olmadan, avtomatlaşdırma olmadan, avadanlıqlar olmadan, bəzi bal çəkən və s. təbii ki, olmalıdır. 150-200 yeşiyə peşəkar arıcı baxa bilər. Avadanlıq və mexanizasiya olduğu zaman, yəni ki, hər bir şey olduğu zaman 300 ailəyə baxmaq olur. İkinci üsul köçəri arıxana. Yəni bal daha çox olur, dediyimiz kimi iş də çətin olur. Köçəri arıxana, yəni ki, fərqli ola bilər. Yəni kimsə ildə bir dəfə harasa aparır. Kimsə ildə 2 dəfə aparır, 3 dəfə. Kimsə də belə deyək ki, isti zonalarda, aran zonalarda yaşayırsa, orada daimi gəzdirirlər arını. Yəni ki, daimi bütün sezonu, belə deyim, yazdan, belə deyim, payıza kimi, payızın sonuna kimi daşıya bilərlər arını. Yəni yazda meyvə bağlardır, sonra misal üçün bal yığımında qara tikandır, cökədir, şabalıddır, hansısa bir dağlara aparırlar və s. Müsbətləri, yəni üstünlükləri nədir bunun? Daha çox bal, təbii ki, bunu dedik, ailələr daimi işləyir, yəni ki, ailələr bal yığmaqla, çiçək tozu yığmaqla və s. yəni ki, daimi onların hər bir şəraiti var. Belə sonra nədir bizdə? Bir də ki, ailələri daha güclü inkişaf edir. Yəni məhsuldarlıq da təbii ki, ona görə daha artır. Yəni söhbət yalnız baldan getmir, digər məhsullar da var ki, onun da məhsuldarlığı artır. Mənfiləri bunun, bu üsulun nədir? Arı yeşiklərinin daşınması, yəni bilirsiniz, yəni onu maşına yığıb boşaltmaq hər dəfə. Həm də ki, yəni bu daşınma arılara da mənfi təsir edə bilər. Yolda itirə bilərsiniz hansısa bir arıları və s. Yəni ailə qırıla bilər və s. Nələrsə baş verə bilər. Səhv hesablama riskləri, yəni misal üçün siz gedirsiniz qara tikan yığmağa, siz çatanda ora artıq bir həftədir ki, qara tikan çiçəkləyib, düz hesabatınızı düz götürmədiniz və siz çox bal itirdiniz, belə qısa olaraq. Həm də ki, yəni ki, siz gedirsinizsə harasa, siz orada hardasa yaşamalısınız, qalmalısınız, yəni palatka, nəzat, o bu əlavə xərclərdir və s. Belə kimi problemlər olur. Neçə ailəyə baxmaq olur gəldikdə, yəni ki, peşəkar yenə də 150-200 arıya baxa bilir. Yəni ideal hər bir şey olsa, bütün texnikaları olsa, yəni maşına qaldırmalı, o hər bir şey olsa, yəni ki 400 ailəyə kimi baxa bilir. Həm də gördüyünüz kimi, yəni ki balı da daha çox yığa bilir. Stasionarda da eyni baxır, yəni köçəridə də eyni baxır, lakin bal daha çox olur, məhsul daha çox olur. Üçüncü üsul, yəni minimal müdaxilə. Burada yəni çox yüksək professionallıq, yəni ki, çox yüksək təcrübə tələb edən bir işdir. Burada arıcı ancaq belə deyim, minimum adı kimi, yəni ki, minimum arı ilə işləyir. Ancaq vacib işlərə nəzarət edir. Yəni ailənin inkişafına nəzarət edir, qida ehtiyatlarına nəzarət edir, ana arıların vəziyyətinə nəzarət edir. Yəni ki, çox, belə deyək, ildə belə deyək də 5-6 dəfə arını narahat etməklə işlərini görür. Orada təbii ki, hər bir faktor çox vacibdir. Həm arının hardadır, region. Burada əlbət ki, yəni ki, hər bir şey professional qurulur və hər bir xırda bir şey şərtdir orada. Yəni ki, dəqiq artıq planların hər bir şeyin planlanması, yəni dəqiq olunur öncədən, hər bir şey öncədən hazırlanır və s. və ilahir. Yenə də üstünlüklər nələrdir? Daha çox ailəyə baxmaq mümkündür, yəni iş daha səmərəli,
qurulub. Sonra yəni arılar daha az narahat olur. Ona baxmayaraq, yəni ki, məhsuldarlıq da çoxalır. Yəni ki, bir nəfərdə belə deyim ki, rahat 300 arıya baxa bilir o üsulla. Bu yanaşmanın mənfiləri nədir? Yəni ki, dediyimiz kimi əvvəl, yəni ki, arıçı çox peşəkar olmalıdır. Əks halda, yəni ki, problemi görməsə, yəni ki, bu böyük problemə çevrilə bilər. Bir də ki, yəni ki, bu texnika, bu yanaşma hər bir regiona, yəni ki, hər bir iqlimə düzgün gəlmir. Yəni ki, onu da nəzərə almaq lazımdır. Bir məsələyə də toxunum. Yəni ki, biz daim deyirik ki, bir nəfər neçə ailəyə baxa bilər. Lakin bəzən arıçılar birləşir, ya bir ailədə 2-3 arıçı olur, bir ailəvi bir biznes olur və burada fərqlər yaranır əslində. Misal üçün də bir nəfər biz dediyimizdə ki 200 arıya baxa bilir, 200 arı ailəsinə baxa bilir. 2 nəfər 500 arı ailəsinə baxa bilir artıq. Yəni ki, bu 2 dəfə artmır, 2 dəfədən çox, 3 dəfə də arta bilər. Hər şey, yəni ki, üsullardan və digər amillərdən asılıdır. Elə var ki, misal üçün stasionarda orada heç artmaya da bilər. Yəni ki, 200 yığırdı, 2 nəfər 400-ə baxacaq. Yəni ki, heç bir fərq etməz, elə deyək. Amma bəzi vaxtlar, bəzi üsullarda onu 2 dəfə, yox, 3 dəfə də artıra bilərsiniz. Lakin biz növbəti, yəni ki, amillərdən söhbət edəndə mən onları deməyəcəm. Həmçinin nəzərə alırıq ki, yəni ki, bir peşəkar arıçı haqqında danışırıq. İndi isə növbəti amil, yəni mexanizasiya, avtomatlaşdırma, yəni ki, avadanlıqlar və s. bunlar necə bizə kömək edir arıçılıqda, ondan danışaq. Yəni, nə qədər çox ailə varsa, əslində o qədər çox avtomatlaşdırma olmalıdır. Yəni ki, o qədər çox avadanlıq alınmalıdır və s. Əks halda bizdə bir limit olacaq. Yəni ki, hansı bir limitdə dayanmalı olmalıyıq. Yəni, düzgün avadanlıq vaxta qənaət edir və belə deyim, daha çox ailəyə rahat baxmağa imkan yaradır. Gəlin baxaq, yəni arıçılıqda hansı avadanlıqlar ən çox belə deyək vaxtında qənaət edir. Onların siyahısına baxaq. Birinci bizim avadanlığımız təbii ki, hamı ilk növbədə aldığı bal çəkən aparat olur. Yəni ki, təsəvvür edin ki, siz bir peşəkar arıçısınız və sizin belə deyim ki, getdiniz qara tikan balı yığdınız və sizdə 5 ton bal var. Neyəcəksiniz, bu necə çəkəcəksiniz? Siz də növbəti bal yığımına getməlisiniz. Bir 2 həftə, 3 həftə sonra, yəni ki, qısa zamanda da bunu çəkmək lazımdır. Bu zaman yəni hamı təbii ki, əvvəl 4 ramkalıq, 3-4 ramkalıq, sonra ikinci aparat alır, sonra elektriklə işləyən aparat alır və s. Nəticədə yəni peşəkar variantda, yəni böyük həcmlərə çıxanda siz alırsınız, misal üçün 48 ramkalıq böyük deyəndə, yəni elə də böyük deyil, yəni 48 ramkalıq avtomatik işləyən bir bal çəkən aparat. O da siz adi bal çəkən aparatla 2 həftə bəlkə işləyərdiniz, 3 həftə işləyərdiniz, onu siz 3-4 günə həll edə bilirsiniz. Sonra belə bir avadanlıq var ki, yəni korpusları qaldırmaq üçün, korpus qaldıran liftlər deyək və s. Siz köçəri arıçılıqla məşğulsunuzsa, yəni ki, 100-dən çox arınız varsa, artıq mütləqdir, nəsə olsun ki, yəni tək işləmək üçün deyirəm. Əgər siz əlbəttə ki, 10 nəfər çağırıb, onu yükləyirsiniz, boşaltdırırsınız, pulunu ödəyirsiniz, orada problem deyil. Lakin bu da bir, yəni ki, bir nəfərin limitidir.
Yəni o avadanlıqlar kömək edir. Tək başına belə deyək, bütün ağrıları qısa bir zamanda maşına yükləmək. Düzdür, düzgün maşın da şərtdir. Yəni ki, elə maşın ola bilər ki, yəni ki, ora yükləmək çox gəlirdir. Elə maşın ola bilər ki, ora yükləmək heç nə lazım da deyil. Yəni belə fərqli. Növbəti qurğumuz belə deyək, buharla işləyən mum əridicisi. Yəni hamı bilir ki, sezonun sonunda çoxlu belə deyim ramkalar qalır ki, hansıları ki lazımdır tezdən, yəni mumunu çıxartmaq, əritmək və s. Düzdür, hamıda bu iş fərqlidir kimdəsə, lakin sizin 200 yeşiyiniz varsa, sizin hər yeşikdən belə deyim 10 dənə ramka çıxartsaz, yəni 2000 ramkan, bunlar hamısı işdir. Bunları etmək lazımdır. Əgər siz özünüz də ramka, şanı özünüz düzəldinizsə, yenə siz onu əritməlisiniz, yenə tezdən şanı düzəltməlisiniz və s. Və yəni növbəti qurğu nə ola bilər? Yəni qablaşdırma aparatı. Yəni qablaşdırmaq üçün kömək edici nəsə bir avadanlıq, hansı ki kömək edəcək, yəni belə deyək də, bankalara yığıb bankaları bağlamaq, belə deyək. Yəni bu çox böyük həcmdə bir işdir. Təsəvvür edin ki, 5000 dənə banka bağlamaq, yəni ki 10.000 dənə banka bağlamaq bir dəfəyə, yəni ki bu neçə nəfər lazımdır. Yəni o işi görmək üçün nə qədər vaxt tələb edir. Belə bir qrafik hazırlamışam, ona baxaq. Yəni ki, burada göy rəng mexanizasiyasız gündəlik iş saatıdır, mexanizasiya ilə gündəlik iş saatıdır və vaxta qənaət. Mexanizasiya yenə də, yəni ki, mexanizasiya avtomatlaşdırma deməkdir, nəsə bir avadanlıqdan və s. istifadə etmək, hansı ki, vaxta qənaət edir. Deməli, burada görürsünüz 50, 100, 200, 300 bunlar ağrı ailəsi sayıdır. Gəlin baxaq, 50 ailədə deməli, gündəlik iş saatı 6 saat işləyirsə ağrıçı, mexanizasiya ilə 4 saat işləyir. Yəni 2 saat qənaət olur, bu da 30% deməkdir, qənaət 30%. 100 yeşikdə 10 saat işləyirsə, mexanizasiya ilə 6 saat və bu da 40% qənaət deməkdir. 200 ailədə 12 saat, 8 saat, bu da 50%-dir. 300 ailədə isə 60% qənaət olunur. Yəni bu təbii ki, bu təxmini rəqəmlərdir. Yəni tam belə dəqiq nəsə bir rəqəmlər deyil. Baxır, nələr avtomatizasiya olunub, yəni ki, hansı avadanlıqlardan istifadə edilir və s. Yəni nəticə olaraq belə deyə bilərik ki, nə qədər çox ailə varsa, o qədər çox avtomatlaşdırma, mexanizasiya, yəni avadanlıq lazımdır. 200-dən çox ailə olduğu zaman, yəni bu artıq hesab edin ki, mütləqdir, yəni orada bir başqa variant yoxdur. Bir nəfər o işləri fiziki olaraq çatdıra bilməz. Yəni, əgər düzgün qurulubsa bu iş, yəni düzgün avadanlıqlar alınıbsa, düzgün quraşdırılıbsa, bir şey düzgündürsə, yəni bu işi indi ağrılan yeşiklərin sayına baxaraq 30-60% yəni ki, azalda bilir. Yəni son nəticə də belədir ki, yəni mexanizasiya olmadan 150-200 ağrı ailəsi limitdir. Mümkün deyil yəni. Növbəti 4-cü amil, gəlin baxaq, yəni region və iqlim necə təsir edir ağrı ailələrin sayına. Yəni hamı bilir ki, yəni iqlim tək ağrı ailələri yox, yəni çox kənd təsərrüfatı çox sahələrinə xeyir də verə bilər, ziyan da vura bilər. Yəni ki, bunları da nəzərə almaq lazımdır. Arıçılıqda da eyni qaydada. Elə iqlim ola bilər ki, elə regionlar ola bilər ki, orada yüzlərlə arıya baxmaq olur. Elə region olur ki, yəni orada say məhduddur. Görək ki, yəni bunlar nədən asılı olduğunu da gəlin baxaq, yəni ki, nələrdir.
Birinci bal çiçəklərinin əlçatanlığıdır. Yəni nə qədər çox ətrafınızda ya yaxınlıqda çiçəklər olarsa, ya bal bitkiləri olarsa, o qədər yəni siz çox ailəyə baxa bilərsiniz. Yəni o sizi məhdudlaşdıra bilər təbii ki, onların, o bitkilərin olmaması. Yəni bitki kifayət qədər olmadıqda siz köçəri arıçılıqla məcbursunuz məşğul olmağa. Lap az olduqda ümumiyyətlə köçəri həyat yaşamalısınız. Yəni ki, arılarla bütün yazdan payıza kimi gəzdirməlisiniz ki, arılar yəni ki, nəsə sizə də bal versin, özlərinə də nəsə yesin. İkinci amil mövsümdür, mövsümlə bağlıdır. Yəni ki, hələ yerlər var ki, orada belə deyək, qış heç, demək olar qış heç olmur. Havalar isti keçir, 10 dərəcə, 15 dərəcə olur qışda da. Belə iqlimdə daha az arı saxlaya bilərsiniz, çünki işlərin həcmi çoxalır. Siz hətta qışda da işləməlisiniz, yəni ki, siz bütün ili demək olar ki, işləməlisiniz. Hardakı daha soyuqdur, yəni ki, qış sərtdir, indi onun da öz mənfiləri də müsbətləri var, lakin orada arıçı ən azından qışda istirahət edir, yəni ki, daha çox arıya baxa bilər ona görə. Yəni ki, baxdı bir, deyək də, əsas belə çətin olur 3-4 ay, 5 ay, ondan sonra arıçı istirahət edir. Növbəti, üçüncü, yəni ki, nədir? İqlimlə bağlı. Yəni, çoxları düşünür ki, yəni ki, arıçılığın mövsümü yazda başlayır. Əslində, arıçılıq mövsümü, belə deyək ki, yayın sonu mu, payızda mı deyək, yəni ki, qışa hazırlıq zamanı başlayır. Və siz onları necə, yəni qışa hazırlanmışsınız, qışdan necə keçəcəklər, o göstəricidir ki, siz yazda nə işlər görəcəksiniz. Əgər qışlama pis keçdisə, deməli sizin işləriniz qat-qat çoxalacaq yaz vaxtı. Növbəti, yəni ki, problem, yəni ki, belə deyək ki, iş üçün əlverişli günlər. Hələ yerlər var ki, yəni daimi ya külək olur, ya yağış yağır və s. Yəni ki, bunu da bilirsiniz, yəni o havada arı ilə işləmək qat-qat çətinləşir və ya ümumiyyətlə mümkün olmur. Yəni ki, hələ işlər də var ki, yəni arıçı bunu bugün etməlidir, sabaha saxlaya bilməz. Yəni o da bizi məhdudlaşdırır, yəni arı ailələrimizin sayını. Beşinci bir problem ola bilər ki, arıxana uzaqda yerləşir. Yəni ki, regiona, iqlimə görə siz onları harasa aparırsınız, uzaqda saxlayırsınız ki, orada nəsə bir çiçək və s. var. Yəni ki, o da yəni ki, bir məhdudiyyətdir. Siz ora nə qədər tez-tez gedib gələ bilərsiniz və s. Yəni bir nəticə kimi deyə bilərik ki, yəni iqlim belə deyək birbaşa sayı təyin etmir arıçılıqda. Lakin iqlimdən asılı olaraq arıçı seçimini edir, neçə arıya baxacaq, neçə arıya baxa biləcək və s. Yəni hamımız bilirik ki, əgər nə qədər arı sakitdirsə, vurmursa, hücum etmirsə, arıçıya nə qədər beçə meyilli aşağıdırsa, işgüzardırsa, o qədər rahatdır arıya baxmaq. Və bir ailə sərf etdiyimiz vaxt hərdən belə deyək 2 dəfə azala bilər. Gəlin baxaq, yəni ki, gəlin dərindən araşdıraq, yəni hansı xüsusiyyətlərdir olmalıdır ki, arı cinsində ki, onlar bizim işimizi asanlaşdırsın. Konkret hansısa arı cinslərin mən sadalamayacağım, yəni ki, arı cinsləri çoxdur, Azərbaycanda o qədər də çox deyil. Kimsə nəyisə tərifləyir, kimsə başqasını tərifləyir. Gəlin sadəcə baxaq ki, bunlar, yəni dərindən baxaq bu xüsusiyyətlər, nə xüsusiyyətlər olmalıdır ki, arıda biz daha çox bal yığaq, daha çox arıya baxa bilək və s.
Deməli, arıçıların problemlərindən biri beçədir. Yəni, beçə meyilli olan arılar, yəni ki, arıçıya əlavə problemdir. Hamı bilir ki, yəni, beçə varsa bal yoxdur. Yəni ki, hamı bunun qarşısını almaqla məşğuldur. Beçə vermə meyilliyi. Hər bir arıçı bilir beçə nədir. Yəni ki, hamıda bu baş verir. Kimdəsə çox, kimdəsə az. Yəni ki, beçə meyilliyi nə qədər az olarsa, o qədər rahatdır bu arıya baxmaq. Yəni, o qədər az vaxt sərf edirik biz buna. İkinci, aqressivlik. Yəni ki, aqressiv arıdsa, yəni ki, bizim arıçının hər bir səhvinə görə hətta elə aqressiv arılar var ki, elə belə yanından keçəndə gəlir vurur, yəni işləməyə imkan vermir. Elə sakit arılar var ki, hətta küləkli, yağışlı havada açırsan heç bir hücum etmirlər, yəni özlərini normal aparırlar. Başqa bir problem arıçılar rastlaşdığı oğurluq. Yəni ki, əgər oğurluğa meyillilik çoxdursa, bu da bir problemdir. Daimi problemdir. Yəni arıçı əlavə vaxt sərf etməlidir. Bu da yenə də mövzumuza təsir edən bir amildir. Bir belə deyək, xüsusiyyət də var, inkişaf tempi. Yəni elə arılar var ki, inkişaf tempi güclüdür. Yəni çox yumurta qoyur, çox tez inkişaf edir. Onun üçün çox belə peşəkar arıçı lazımdır ki, bunun dalınca çatdıra bilsin, yəni ki, bütün işləri görməyə. Çox aşağı da yaxşı deyil, yəni orta olmağı yaxşıdır bu xüsusiyyətin ki, yəni ki, arıçı stabil olaraq bilsin ki, yəni ki, necə nə olacaq və işlərini görə bilsin. Bir xüsusiyyət də adlandıraq ona işgüzarlıq. Yəni ki, elə arılar var ki, çox az, belə deyim, çiçək şəraitində, çox az bal çiçəklər şəraitində yenə də bal gətirə bilir. Yəni, elə, misal üçün, arılar var ki, yoncadan gedib bal gətirə bilir. Elə arılar var ki, ondan gətirə bilmir. Eləsi var ki, səhər tezdən durur, işləyir. Eləsi var ki, tənbəldir, gec durur və s. Yəni ki, bu da gəlir birbaşa, yəni təsir edir bizim saya, arı ailənin sayına. Yəni, bu xüsusiyyətləri nəzərə alsaq, bir məsələ də var ki, yəni ki, arıçıya kömək edən, ya mane edən, yəni bal yığımı deyilən bir şey. Yəni, nə qədər, yəni ki, bal yığımı stabildirsə, yəni il ərzində, yəni həmişə nəsə bir bitki var, hardansa arı gətirə bilir bunu. O qədər rahatdır, yəni ki, rahatdır arılara baxmaq. Əgər belə misal üçün götürək ki, akasiya, qara tikan ya cökə, yəni akasiyada ən problemlidir. Yəni hamı bilir ki, bir həftədə yağış düşdüsə, nə oldusa, yəni ki, onu artıq yığa bilmir. Bu xüsusiyyətləri nəzərə alaraq bir məsələ də var ki, bal yığımı, yəni ki, nəyi də nəzərdə saxlamaq lazımdır ki, başa düşmək. Yəni, nə qədər sən sakit arın olsa, nətər olsa, nəzərə almalısan ki, yəni, misal üçün, akasiya balı yığırsansa, bu çox qısa müddətlidir və burada tez işləmək lazım olacaq, hər bir şeyi tez-tez etmək lazım olacaq. Əgər bal yığımı daimi varsa, yəni bütün ili nəsə arı özünə yeməyə də olsa, nəsə yığa bilirsə və s. Yəni belə şəraitdə arıya baxmaq qat-qat rahatdır. Belə bir qrafik hazırlamışam. Yəni ki, bu qrafik nəyə göstərir bizə? Arı cinsinin xüsusiyyətlərinin maksimal ailə sayına təsiri. Yəni burada maksimum 300 ailə götürülüb əsas kimi, yəni ona görə qrafik qurulub. Yəni burada görürük ki, yəni 100, 200, 300, yəni ki 300-ə kimi götürülüb və aşağıda xüsusiyyətlər yazılıb və onların təsirinə indi baxaq. Yəni göy rəngdə yüksək, yəni misal üçün 5-ə vermə meyli yüksək göy rəngdədir və ya 5-ə vermə meyli orta qırmızı rəngdir və sarı aşağı. Götürək xüsusiyyəti 5-ə vermə meyli. Misal üçün yüksək olduqda 180 ailəyə baxa bilirdiksə,
aşağı olanda 300 ailəyə baxa bilirik. Aqressivlik, misal üçün aqressiv ağrı ilə biz 210 ailəyə baxa bilirik. Qeyri-aqressiv, yəni ki, sakit, sülhsevər ağrılarla 300 ailəyə baxa bilirik. Oğurluq meyilli yenə, yəni ki, fərqi görürüz 225, 300. İnkişaf tempi, yəni burada tərsinə işləyir, yəni çox yüksək olduqda, yəni ki, az ağrıya baxa bilirik. Yəni ki, aşağı olanda burada bir səhv var, əslində orta olanda daha yüksək ola bilər. Yox, düzdür. Yəni aşağı olanda daha çox baxa bilirik, lakin o demək deyil ki, yəni ki, çox bal verəcək o zaman. İşgüzarlıq, yenə baxırıq ki, yəni ki, işgüzarlıq, əgər işgüzardırsa, yəni ki, maksimum 300-ə baxa bilirik, digər vaxtda ondan az. Yəni xəstəliklərə davamlılıq, yəni yenə də xəstələnmirsə ağrı, deməli, yəni ki, daha çox ağrıya baxa bilirik. Burada fərq o qədər də çox deyil. Qışa davamlılıq, yəni ki, burada da baxırıq. Yəni qışa davamlı deyilsə, problemlər yaşanırsa, yazda çoxlu işlər olur və s. Yəni beləliklə ağrı nə qədər sakit olarsa, bal yığımı nə qədər stabil olarsa, yəni o qədər çox ağrı ailəsinə baxmaq mümkündür. Növbəti amil balın satışıdır. Gəlin görək balın satışı necə təsir edir ağrı ailələrin sayına. Belə qısa desək ki, yəni ki, əgər topdan satış gedirsə, daha çox ailəyə baxmaq olur. Əgər pərakəndə satış gedirsə, daha az. Lakin əslində gəlir də eyni də ola bilər. Gəlin bu məsələni biraz dərindən araşdıraq. Birincisi, dediyimiz kimi yenə pərakəndə satış, yəni özün məhsulu satırsan, yəni bu nə etməlisən? Müştərilər tapmalısan, reklam etməlisən və s. və s. Yəni bu çox bir uzun illər tələb edir. Əslində peşəkar arıçı da artıq uzun illər satışla məşğuldur. Yəni mümkün olan bir şeydir. Qiymət biraz baha ola bilər, o zaman baha sata bilər. Gəlir hamısı özünə qalır və ola bilər ki, elə bu normal bir yanaşmadır. Gəlir daha çox olacaq. Burada isə limit deyək ki, 100-150 arı artıq limitdir. Yəni ki, ondan artıq etsən, satışı özün edə bilmirsən. İkinci variant, yəni topdan satış. Yəni ki, burada nədir? Qiymət çox aşağı ola bilər. 2 dəfə aşağı ola bilər qiymət. Lakin siz balın hamısını verə bilirsiniz. Bilirsiniz ki, sizin satış var, stabillik var. Daha çox ailəyə baxa bilərsiniz. Misal üçün, bu zaman siz 200-300 ailəyə baxa bilərsiniz. Nəticə kimi demək olar ki, yəni ən ola bilsin, ən yaxşı variant böyük həcmlərdən söhbət gedəndə bir ortanı tapmaq, bir hissəni topdan satmaq, bir hissəni pərakəndə satmaq. Yəni bacardığı pərakəndə satırsan, bacarmadığı topdan satırsan. Yəni nəticədə budur ki, pərakəndə satırsansa az ağrıya baxırsan, topdan satırsansa çox ağrıya baxırsan. Belə bir qrafikə baxaq. Yəni bu dadan 10-12 çərçivəli, çox korpuslu, Langstroth və Lejakın müqayisəsidir. Yəni bəzi xüsusiyyətlərinə görə. Burada göstərilir 100, 200, 300, yəni maksimum 300 ailə götürülüb. Yenə də yəni ki, neçə ailəyə baxmaq olur fərqli yeşiklərdə. Yəni eyni ağrıçı, eyni hər bir şey eyni olduqda, belə deyək, hər bir şərait eyni olduqda. Birinci deməli həcmdə, yəni ki, biz nə görürük ki, birinci yerdə Langstroth çərçivələrdir, yəni çox korpuslu yeşiklərdir. Bunun həcmi demək olar ki, limiti yoxdur. Sonra dadan orta həcmdə
Yəni ki, bu deməli qırmızı gördünüz çox korpusludur. Bu göy rəngdə dadandır. Sarı rənglərdə lejakdır. Yəni dadan da limitsiz kimidir demək olar. Lakin o daha ağırdır, ondan işləmək daha çətindir. Lejak isə yəni çərçivə tutaq ki 24 ramkalıqdır. Ondan artıq edə bilmirik. Yəni budur bunun limiti. Yəni onun limiti var. Çəkiyə, deməli çəkiyə çatanda yenə də birinci yerdə çox korpusludur. Yəni ki bu 8-10 çərçivə ola bilir. Sonra yəni ki dadandı, ən ağırı da təbii ki lejakdır. Yəni lejakı arası daşımaq və s. bu mümkün deyil demək olar. Mümkündür, lakin heç kəs bunu etmir. Onun elə işi də odur ki, stasionarda işləsin. Növbəti baxış sürəti. Yəni yenə də çox mərtəbəli olan, yəni düzgün yeşiklik qurulubsa, bunda hər bir şey nəzarəti çox yəni tez keçirilir. Düzdür, arışın peşəkarlığından da asılıdır. Sonra ikinci yerdə dadandır, üçüncü yerdə yenə lejakdır. Mexanizasiya, yəni ki, yenə çox korpusda mexanizasiya daha çox şeyləri etmək olur, daha rahat olur etmək. Yenə ikinci yerdə dadandır, üçüncü yerdə lejakdır. Beşə vermə. Burada isə lejak ən belə beşə vermənin qarşısını almaqda ən rahatdır. Yəni çox ramkası var deyən hər ramkaları düzürsüz. Yəni ağrıda özün üçün bilir ki, bunun 20-dən çərçivəsi var orada, yəni ki, problemi olmur. Sonra dadandır, orada da indi 12 ramka varsa, 12 ramka dadan bir korpus deməkdir ki, 2 korpus, yəni ki, Langstroth 23 santlıq ramka ilə. Yəni burada artıq çox korpuslu Langstroth son yerdədir. Köçəri arçılıq. Köçəri arçılıqda təbii ki, çox mərtəbə, yəni ki, elə onun üçün nəzərdə tutulub ən asan variantdır. Çünki həm çəkisinə görə, həm də ki, yəni rahatlığına görə hər bir şeydə. Sonra lejak təbii ki, köçəri arçılıq üçün deyil, stasionar arçılıq üçündür. İkinci yerdə təbii ki, qalır dadana. Qışlamada yenə də yəni çox korpuslu hesab olunur ki, ən yaxşı qışdan o çıxır. Amma yəni ki, sonra dadan, sonra lejak, yəni ki, qışlamada bu arıçının təcrübəsindən asılıdır, hər bir şeyi düzgün etməsindən asılıdır. Yəni böyük bir fərq verməməlidir. Ailə sayı. Yəni ailə sayında görürsünüz ki, yəni ki, burada yenə çox korpusu, yəni daha çox baxmaq olur. 150-dən dadana baxınca, yəni ki, 300 dənə yəni çox korpusluya baxmaq olur və 100 dənə lejaka baxmaq olur. Bu nəticələri mən hardan götürmüşəm soruşsaz, yəni ki, bunları mən əslində yalnız öz təcrübəmdən yox, yəni ki, mən bunları araşdırmışam internetdə və bir statistikalara uyğun yaratmışam. Ola bilər səhvlər var. Əlbəttə ki, hər arıçının öz təcrübəsi var, hər bir şey deyə bilər. Lakin, yəni ki, bu da mənim fikrimdir, belə deyək ki, analiz edəndən sonra belə bir fikirlərə gəlmişəm ki, belə bir rəqəmlərə gəlmişəm. Növbəti amil arıçının fiziki hazırlığı və sağlamlığıdır. Yəni ki, hamınız bilirsiniz ki, yəni arıçılıq bir fiziki iş tələb edən bir işdir. Yəni adi yeşik belə deyək ki, 20-30 kiloluq yeşiklərlə daimi işləyirsiniz korpuslarla. Yəni düzdür, stasionarda, lejaklarda daha rahatlaşdırmaq olur işi, lakin yenə də yəni bal yığımı və sair işlər, ağır işlər var orada. Gəlin baxaq, yəni əsas bu ağır işlər nələrdir? Onlar bir siyahısına baxaq. Yəni bayaq qeyd etdiyim kimi ən birincisi yəni korpuslarla işləməkdir.
20-30 kiloluq. İndi baxır kimsə 8 ramka eləyirsə biraz yüngülləşir, kimsə 10 ramka dadanla işləyirsə bu biraz daha ağırdır. Yəni ki bu korpusları siz bilirsiniz, yəni ki 100 dənə, 200 dənə ağrısı olan yüzlərlə dəfə qaldırmaq lazımdır, harasa aparmaq lazımdır və s. Köçəri arıçılıq, yəni ki bu zaman siz maşına yeşikləri yığırsınız, boşaldırsınız, tezdən yerinə qoyursunuz hamısını. Yəni ki, bunlar hamısı fiziki hazırlıq tələb edir. Bunu arıçı özü çox vaxt mən düşünürəm ki, arıçı özü etmir. Çünki həqiqətən çox ağır işdir. Mütləq onun mexanizasiya olmalıdır. Yəni bir avadanlıqla görülməsi daha məsləhətlidir. Növbəti bir çətinlik nədir? Yəni isti havada işləməkdir. Paltarı geyinirsiniz, kostyum geyinirsiniz. Yəni bəzən lazım olur. Misal üçün balı götürən zaman daha rahatdır paltarı geyinib və düşünmədən işini görməyə. Yəni belə olur ki 8-10 saat ayaq üstə istidə işləmək lazım olur. Yəni bu da belə çox dayanıqlıq tələb edir insandan. Nəticə kimi yəni belə deyərik ki, bu çox vacib bir amildir. İnsanın fiziki hazırlığı, sağlamlığı ona görə, yəni ki, ağrı yeşiyin sayını təyin etməlidir. Yəni nəzərə almaq lazımdır ki, əgər siz başqa bir işlə də məşğul olursa, deməli yeşiklərin sayı az olacaq. Təbii ki, yəni ki, orada çox vaxt tələb edən işlərdir bunlar. Gəlin baxaq, yəni ki, əsas bu işlər hansılardır, hansılar daha çox gəlir verir bizə. Yəni birinci deyək ki, yəni ana arı yetişdirilməsi. Peşəkar arılar üçün bu əslində asan bir işdir. Yəni onlar illərlə bundan məşğuldurlar və deyək ki, yəni çox gəlirli bir sahədir. Növbəti deyək ki, mum emalı ola bilər. Sonra nə ola bilər bizdə? Yəni propolisdir, çiçək tozudur, güləmdir, arı sütüdür, qomiginatdır. Yəni cürbəcür, yəni ki, bu məhsullar var, bunların hamısını istehsal edib satmaq olar. Bu gəlirli əlavə işlərdən başqa belə qeyri-gəlirli işlər də var. Yəni ki, hansıları ki, etmək olar, etməmək də olar. Bəziləri məcburən etməlisiniz. Yəni, belə deyək ki, misal üçün yeşiklərin bərpası. Yeşiklər illər keçdikcə nəsə dağıla bilər, xarab ola bilər. Onları bərpa edə bilərsiniz. Yəni, o da əlavə vaxt itkisidir. Yəni, balın qablaşdırılması, satışı, yəni pərakəndə satışsa, yəni ki, buna da vaxt itirirsiniz, güc itirirsiniz və s. Yəni, nəticə kimi deyə bilərik ki, bu əlavə işlər də hamısı bir təsirini göstərir. Yəni, bizim mövzuya, arı ailələrinin sayına. Lakin o demək deyil ki, yəni ki, əlavə iş görmək lazım deyil. Hərə özünə nə daha çox gəlir gətirir, onu seçir. Əsas məsələ, yəni ki, bir balansı tapmaq, düzgün balans tapmaq ki, maksimal gəlir gətirsin. Mövzumuz sona çatmaqdadır və gəlin görək biz bu videodan nələr əldə etdik, yəni nə biliklər əldə etdik. Biz bir arşın baxa biləcəyi maksimum ailə sayına təsir edən bütün əsas amilləri nəzərdən keçirdik. Gördüyünüz kimi bu rəqəm 50-dən 500-ə qədər dəyişə bilər və təcrübə, mexanizasiya, region, yeşik növü, arıçılıq üsulu, arı cinsi, məhsul satışı, əlavə gəlir mənbələri kimi amillər də müəyyən edilir. Digər amillər də var, xırda təbii ki. Eyni zamanda danışdıqlarımızdan belə bir nəticə çıxarmaq olar ki, əsas olan ailələrin sayı deyil və onlar nə qədər səmərəli işləməsi və nə qədər qazanc gətirməsi. Yəni, əgər sizin
100 yeşiyiniz digər arıçın 200 yeşindən çox gəlir gətirirsə, onda siz düz edirsiniz. Yəni say burada bir şey demək deyil. Yəni güclü nektar mövsümlərində əsas diqqəti hər aydan maksimum bal almağa yönəltməsini daha sərfəlidir. Yəni az arı, lakin çox bal yığmaq. Əsas məqsəd çox bal yığmağı öyrənməkdir. Zəif və qeyri-sabit nektar mövsümlərinin olduğu bölgələrdə, yəni ailələrin sayı artırmaq, ümumi məhsuldarlığı qorumağa kömək edə bilər. Yəni ki, elə region ola bilər ki, siz orada arın çoxaldıqca işiniz çox da çoxalmır, lakin məhsuldarlıq çoxalır. Yəni siz məhsuldarlığı çoxalda bilmirsiniz başqa üsulla. O birisi tərəfdən nektar mövsümü uğursuz keçərsə, yəni ki, yağışlar olarsa, yəni ki, özünüz bilirsiniz, arıçının gəliri yalnız bal olmamalıdır. Yəni ki, başqa ana arı yetişdirməkdir, çiçək tozu satmaqdır və s. Yəni bunları da etmək lazımdır ki, əgər balınız ucuz satılarsa, olmazsa və s. bunlar sizə əlavə gəlir versin. Yəni, əgər sizin yenə müştəriləriniz çoxdursa, siz az arı saxlayıb vaxtınızı sərf edə bilərsiniz satışa. Əgər sizin müştəri yoxdursa, siz daha çox arı ilə işləyə bilirsinizsə, siz daha çox bal yığıb, topdan satış edib, pulunuzu oradan çıxara bilərsiniz, qazancınızı oradan çıxara bilərsiniz. Mexanizasiya və avtomatlaşdırma, yəni avadanlıqla işləmə, bunlar da bizə nə verir? Yəni ki, təbii ki, arı ailəsinə, daha çox arı ailəsinə baxa bilərik. Bu da əlavə gəlirdir. Beləliklə, belə deyə bilərik ki, yəni ki, bir konkret bir rəqəm yoxdur ki, bir arıçı neçə arıya baxa bilər. Yəni, hamısı fərqlidir. Yəni, hansısa regionda 100-ə baxmaq olur. O birisində həmən adam deyək ki, gedib başqa yerdə 200-ə baxa bilər. Yəni ki, bu çox belə bir fərqli bir rəqəmdir. Yəni əsas da odur ki, yəni strategiyanı tapmaq, bir yol seçmək, o yolla getmək və tədricən arını artırmaq. Və siz onda o zaman görəcəksiniz ki, yəni ki, nə qədər arı ilə bacarırsınız işləməyi və s. Beləliklə sona çatdıq. Fikirlərinizi və qiymətli təcrübənizi şərhlərimizdə paylaşmağı unutmayın. Sağ olun, salamat qalın. Salam aleykum.